Salam, hörmətli Natımala Səyahət YouTube kanalının dəyərli izləyiciləri. Bu günləri 10 noyabr 2025-ci il biz Azərbaycanın şəhidlərinin qanı ilə adını yazdığı Zəfər günümüzə açılmış Zəfər Parkındayıq. Və həmin bu Zəfər Parkı gördüyünüz Ağşəhər bulvarındadır. Bu sol tərəf Hərbi Qənimətlər Parkıdır və sağ tərəf isə 8 noyabr gününə həsr olmuş bir parkdır. Bu da həmin o şəhidlərimizin xatirəsinə ucaldılmış abidələrdən biridir. Və Zəfər günümüzü simvolizə edən 8 rəqəmi də parkın həmən qarşısında həkk olunub. İndi parkı gəzərək sizə videolar çəkəcəm. Paytaxt Bakımızın möhtəşəm Zəfər Parkında gördüyünüz şanlı üçrəngli şanlı bayrağımız dalğalanır. Yanında çox gözəl bir fəvvarələr düzəldiblər. Qısa bir zaman ərzində buranı yamyaşıl bir parka çeviriblər. Hündür mərtəbələrin əhatəsində Ağşəhərin düz kənarında bu park Bakımızı daha da gözəlləşdirir. Bu videonu